2025-ci ildə Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 8,5% artaraq 3,6 milyard dollar təşkil edib. Bu o deməkdir ki, qeyri-neft sektorunda ixrac həcminin artırılması hədəfləri çərçivəsində 2021-ci ildə qarşıya qoyulan məqsədə nail olmağa az qalıb. Bunun üçün 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf strategiyası çərçivəsində ixracın genişləndirilməsi istiqamətində müzakirələr aparılır. Hədəfdə qeyri-neft sektorunun ixrac strukturunu genişləndirmək, əlavə dəyər yaradan istehsala nail olmaqla yanaşı, xammal və yarım fabrikatdan çox hazır məhsul istehsalı ixracını reallaşdırmaq var. Burada söhbət təkcə əmtənin ixracından getmir, həm də xidmətlərin ixracından gedir. Məsələn, biz tədqiqat balansına baxsaq, görərik ki, bizim son illər ən ciddi ixrac istiqamətlərimizdən biri nəqliyyat xidmətləridir. Möhtərəm cənab Prezidentin rəhbərliyi ilə Azərbaycanın şərq-qərb və şimal-cənub dəhlizlərinin kəsişməsində xaba çevrilməsi Azərbaycanın nəqliyyat xidmətlərinin ixracını genişləndirilmişdi əhəmiyyətli şəkildə. Hətta nəqliyyat xidmətlərinin ixracı, mən sizə deyim ki, Azərbaycanın əmtəə ixracından müqayisə olunan bir həddə gəlmişdi. İkinci, mən düşünürəm ki, xidmət ixracı turizm xidmətlərinin ixracıdır. 2025-ci ildə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin azeksport.az platforması üzərindən ixrac sifarişlərinin sayı 3200-ə çatıb. İxraca həyata keçirilmiş 5 əsas məhsul qızıl, pomidor, meşə fındığı, karbamid və pambıq lifi olub. İxracın həyata keçirildiyi 5 əsas ölkə isə Rusiya, Türkiyə, Gürcüstan, İsveçrə və Ukrayna qeydə alınıb. 763 sahibkara sərbəst satış sertifikatı təqdim olunub. Yeri gəlmişkən fəaliyyətinin 10-cu ilini qeyd edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ötən il dövlət proqramlarının icrasının monitorinq və qiymətləndirilməsi üzrə 32 hesabat hazırlayıb, 100-dən çox tədbir icra edib. Əli Rzayev, Qəhrəman Məmmədov, Rəhli Rafiq qızı, ASTV İqtisadiyyat.